Salam. Bugün sizlərə informasiya məkanımızın deyil, birbaşa mənəviyyatımızın kanalizasiya borularından sızan beyinləri uyuşduran o üfunətli qoxudan, o qoxunu cəmiyyətə həqiqət ətri, azadlıq anonsu deyə sırmağa çalışan siyasi əxlaqsızların növbəti ifrazatından danışacağam. Bəli, məhz belə əxlaqsızlıq deyirəm. Özü də küçənin küncündə təsadüfi yox, laboratoriya şəraitində hazırlanan, mütəşəkkil şəkildə qablaşdırılan və xaricdən sifarişlə süfrələrinizə ötürülən mühəndislik layihəsi olan əxlaqsızlıqdan. Dövlət Təhlükəsizlik Xidməti növbəti dəfə cərrah dəqiqliyi ilə bir əməliyyat keçirdi. Və biz yenə eyni mənzərənin şahidi olduq. Kimdir o tutulan şəxs? Prezidentin ailəsini şantaj etməyə cəsarət yox, birbaşa həyasızlıq edən fez insiallı bir klaviatura gəmirçisi. Amma gəlin xalq olaraq özümüzü aldatmayaq. Məsələyə bəsit yanaşmayaq. Siz elə bilirsiniz ki, bu sadəcə asan yolla milyonlar qazanmaq eşqinə düşən bir cibgirin, fırıldaqçının fərdi təşəbbüsüdür. Xeyr, bu birbaşa dövlətin onurğa sütununa, ölkə rəhbərliyinin toxunulmazlığına dil uzadan virtual terroru özünə peşə seçən o xəyanət şəbəkəsinin sıradan çıxarılmış, istifadə müddəti bitmiş növbəti maşasıdır. İddialar nə idi? Güya əllərində hansısa kosmik kompromatlar var. Güya hansısa video ilə ölkədə zəlzələ yaradacaqlar. Bəs nə oldu? İstintaqın ortaya qoyduğu o təksib olunmaz faktlar ictimai televiziyanın efirində süzülən o acı həqiqət nəyi sübut elədi? İfşa olundunuz. Sizin o şok kadr, gizli çəkiliş deyə bar-bar bağırdığınız görüntülər, sən demə internetin 18 plus zibilliyindən, porno saytlardan eşələnib tapılmış hansısa Amber Lulu ləqəbli porno modelin iş fəaliyyətiymiş. Vallahi ayıbdır. Yalan danışırsınız, heç olmasa saxtakarlığı biraz estetik edin, biraz peşəkar olun. Bu qədər mi cılızlaşmışsınız? Sizin siyasi təxəyyülünüzün tavanı internet zibilliklərində Amber axtarmaqdan ibarətdir. İndi isə keçək o iyrənc tamaşaların ən rəzil pərdəsinə. O bloger maskası altında gizlənən xora, Avropanın kafelərində sülənən özünə müstəqil araşdırmacı, haqq ədalət carçısı deyən o siyasi tullantılara. Siz elə bilirsiniz ki, onlar kadrların saxta, montaj, qondarma olduğunu bilmirdilər. Əksinə, hamıdan yaxşı bilirdilər. Və həmin dırnaqarası modelin sosial şəbəkədəki çılpaq profilini tapmaq bugün sıradan bir istifadəçi üçün cəmi 2 dəqiqəlik işdir. Bəs niyə bilə-bilə cəfəngiyyatı tirajlayırdılar? Çünki onların dərdi həqiqət deyildi. Onların dərdi çamur atmaqdır. Cəmiyyətin damarlarına şübhə və nifaq zəhəri yeritmək. İnformasiya xaosu yaradıb, bulanıq suda balıq ovlamaqdır. Hədəf gün kimi aydındır. Ölkə liderinə, ailə müqəddəsliyinə kölgə salmaq, dövlətə qarşı inamsızlıq toxum əkmək. Bu sadəcə şantaj deyil. Bu, dövlətin təməllərinə qarşı xüsusi hazırlanmış, xaricdən idarə olunan informasiya diversiyasıdır. Saxlanılan şəxsin telefonunda olan görüntülərin təhlili göstərib ki, onlar 18 plus xarakterli saytlardan götürülüb. Kadrda olan isə bu tip saytlarda Amber Lulu ləqəbi ilə tanınan qadındır. Onun əsl adı, yaşadığı ünvan istintaqa məlumdur. Həmin qadının açıq sosial media hesablarında kifayət qədər şəkli var. Başqa sözlə, Alyona Əliyevaya qarşı aparılan bütün kampaniya böyük yalan üzərində qurulub. Bunu kampaniyanın təşkilatçıları, özlərini bloger adlandıranlar əlbəttə ki bilirlər. Onların belə davranışlarına qiyməti qoy hamı öz vicdanına uyğun formada versin. Lakin bir şeyi unudurlar. Hər zamanda unutduqları mütləq bir həqiqət var. Azərbaycan xalqı sizin bu ucuz şovlarınıza, copy-paste senarilərinizə, bu Amber Lulu səviyyəli siyasətinizə inanacaq qədər sadəlöv deyil. Siz dövlətlə şantaj dilində danışmağa cəhd etdiniz. Amma dövlət sizə hüquqi və qanunun dəmir yumruğunu elə bir şəkildə göstərdi ki, indi şir pələng səsləriniz yalnız Dövlət Təhlükəsizlik Xidmətinin istintaq təcridxanalarının rütubətli divarlarından gəlir. DTX bu əməliyyatla təkcə bir şantajçını yox,
həm də virtual şəbəkənin saxta ifşaçısı maskasını cırdı. Bütün o bloger cildinə girmiş xəyanətkarların əsl simasını, daha doğrusu simasızlığını bütün çılpaqlığı ilə meydana qoydu. Atalarımız yaxşı deyib, yalan ayaq tutar, amma yeriməz. Xüsusən də o yalanın ayaqları saxta montajdan, çirkin böhtandan və xəyanət qoxulu porno kadrlardan yığılıbsa, o heç bir zaman yerindən tərpənə də bilməyəcək. Azərbaycan dövlətinə qarşı qurulan bu Amber senarisi bir daha iflas oldu. Və bundan sonra qurduğunuz hər bir oyun eyni rəzalətlə çökməyə məhkumdur. Salam. Başa düşmək lazımdır burada da. Yəni burada anlamaq lazımdır ki, düymə hardan basılır. Yəni haracan icazə verirlər də. Bu məsələnin mehman tərəfindən ortalığa deyilməsi, qoyulmasına icazə verilir. Başa düşürsən? Bizə də icazə verilir ki, yəni bunu biraz qabardaq, biraz eləyək və yayaq, bunacan. Çünki bilirsən ki, yəni ki, burada kimsə nəyisə artıq dərəcəyə qoysa ortalığa o vurulacaq. Yəni bunu sən gözəl başa düşürsən və gözəl də bilirsən. Yəni ki, aparılan oyunlarda kimə hansı rol verilir və haracan icazə verilir məsələsi. Bu çox geniş, dərin bir söhbətdir. Ona görə mən belə qısaca üzdən deyirəm. Çünki bilirəm ki, sən bunları bilirsən, ona görə səndən bu adı söhbət.